Bəziləri deyir, cavanlarımızı dinə cəzb eləyir. Əsas cavanlar cəlb olunsun. Necə? Təhriflə. Falan şey yoxdur. Falan şey elə deyil. Falan şey belə deyil. O olar, bu olar. Bundan cavanlar gəlsin dinə. Əksinə, cavan, gənc, ağırlıq qaldırandır. Gənc, çətin şeylərə, riskli şeylərə meyillidir təbiətən. Gənc belədir. Sən bir şeyi sadələşdirsən, gəncin ürəyində ikrah yaradır ona. Özü də bilmir onun. İndi biz cavanlarımızı xarab eləmişiksə əgər, rahatlıq axtarırlar, dəymə düşər olublarsa, o bizim dərdimizdir. Cavan belə olmamalıdır. Biz elə bir tərbiyə vermişik ki, cavanlarımız iş özünü rahat yerə verir. Bu cavanın təbiətinə ziddir. Deməli, nəsə biz tərbiyədə, nəsli yetişdirməkdə problemlərə yol vermişik. Hər bir ailə, hər birimiz, özümüz qarışıq. Elə birinci özümə aid edirəm bunu. Gəncin şəxsiyyəti tələb edir ki, çətin işlərin arxasıca geçsin. Bir dənə söz deyim sizə, dini yüngülləşdirsək, dini süni şəkildə asanlaşdırsaq, şəxsiyyətli adamlar dinə gəlməyəcək. Dinə şəxsiyyətsiz insanlar gələcək. Və bu da çox pis bir şeydir. Rahatlıq axtaran adamlar, rahat tələb insanlar dinə doluşacaqlar. İndi mənə sual verə bilərsiniz ki, neçə vaxtı deyirdin, din asandır, çox rahatdır. İndi deyirsən, bugün sevinmişik ki, yaxşıdır hər şey, indi gəlmirsən, axır-axırda bizə deyirsən ki, din çətindir. Yaxşı, bu asan deyə çətindir. Bu asan deyə çətindir. Baxır kim üçün asandır, kim üçün çətindir. Bax, elə mən bütün bu söhbətləri onun üçün danışırdım ki, gələn bu nöqtədə aydınlaşdıraq məsələni. Bu məsələni aydınlaşdırsaq biz həyatda, bizim işlərimizin çoxu, mənəvi düyünlərimizin çoxu açılacaq. Bax, namaz haqqında buyurur ki, İnnəhə ləkəbirətun illa aləl xaşi'in. Və bu ayəni yadda saxlayın. Deyir, namaz çətindir. Xuşu sahibi olanlardan başqa hamıya. Xuşu nədir? Xuşu, yəni təvazu halı. Yəni, namaz çətindir, öz üzərində işləyənlərdən başqa hamıya çətindir. Öz üzərində işləyən adamlar üçün namaz çox asandır. Adam var, fikir vermişsiniz, 2 rükət namaz durub qılmaq, daş daşımaq kimidir. Hərdən bizdə də o hal olur. Yəqin qəbul edərsiniz. Durub canı çıxır insanın ki, 2 rükət namaz qılsın. İnsan var ki, deyir, nə istəyirsən eləyim, amma namaz çətin gəlir mənə. Allah da deyir, bəli, çətindir, Quran da deyir. Deyir, İnnəhə ləkəbirətun, namaz çətindir, illa aləl xaşi'in. Ancaq xuşu halında, təvazökar insanlardan başqa hamı üçün. Bu eyni namazdır. Adam var, 2 rükətini qıla bilmir. Adam da var, deyir ki, namaz gözümün nurudur. Ərihna ya Bilal, Peyğəmbər buyurur. Ey Bilal, bizi rahatlaşdır, azam verən Bilala deyir. Bizi dincəl, rahat elə. Buyurur ki, namazı Allah mənim gözümün nuru qərar verib. Az deyir, yemək yiyir, doyur, su içir, doyur. Peyğəmbərimiz buyurur, mən namazdan doymuram. Tək Peyğəmbərə aid deyil, o qədər adamlar var. Bəli, asandır, yolunu gedənə, yoldan keçənə yox. Yoldan keçənə çətindir. Yolunu gedən adam, yolunu bilən adam, öyrənən adam asandır. Ən yaxşı ibadət vaxtı nə vaxtı? Deyir, gecə vaxtı, səhərə yaxın. Dur, deyir, dur. Ay Allah, bu ən yaxşı namaz vaxtını qoyardım moizədən sonraya. Xütbə oxusun, hala gələk, tüklərimiz biz dursun, diyanaq deyək, əsl namazın vaxtıdır da, xütbədən sonra. Ən qəşəng namaz vaxtı, bir nəfər vaiz, haçan olur olsun, danışandan sonra dur, tükün biz diyanıb, təzə hala düşmüsən, dur, Allahu Əkbərdən, yox, deyirsiniz, nə vaxt gecə vaxtı, yuxudan durursan, divara dəyə-dəyə gedirsən, dəst namaz almağa, gözü aça bilmirsən. O vaxtda səni çəkili çəksələr, özündən qorxarsan. O vaxt deyir, ən yaxşı vaxtıdır namaz. Daha deyirən ki, heç nə də alınmadı. Diqqətli, mən saat heç necəm əlimi, ayağımı görmürəm, özümü görmürəm. Deyir, xuşu halında, diqqət halında həmin vaxtda namaz qıl. Həmin vaxtda.
İndi sual verirəm, kimə qismət olur bu gecə namazı burada oturanlarda? İndi Ramazan ayda Allah üzümüzə baxıb, o başdana görə bir təhər yatmırıq, qılırıq. Başqa vaxtı burada oturanların neçə faizi özü hamı bilir də. Qılanlar da qürurlanmasın, onun da dərdləri. Qılmaq bir dərddir, qılmamaq bir dərd. O saat deməsin, mən qılıram və... Amma əksəriyyəti qıla bilmir, qılanların da başqa problemi var. İndi mən süni şəkildə vallah dini çətinləşdirmirəm. Sözüm başqadır, məqsədim başqadır ki, bunu başa düşməyimiz lazımdır. Allah çox rəhimlidir, bəli, amma çox dəyərlidir. Bu iki şeyi bilmək lazımdır. Rəhimlidir və dəyərlidir. Rəhimlidir və qiymətlidir. Qiymətini bilib rəhimli olduğunu tanımaq lazımdır. Dünyaya aluda olana iman nəsib eləmir. Dünyaya aluda olana iman qismət olmur. Dünyaya naz eləyirsən, dünya ayağıva gəlir. Allahın nazını çəkməlisən, Allah səni qəbul eləsin. Kimin ürəyində zərrə qədər təkəbbür olsa cənnətə daxil olmayacaq. Zərrə qədər. Mən sizi Qədir gecəsi ərəfəsində ümidsiz eləyirəm. Xeyr, istəyirəm ümid yaransın. İstəyirəm bu gecə biləsiniz ki, çox şeyləri həll eləmək olar. Çətin işləri bu gecə həll eləmək olacaq. Çətin işləri. Kimdə bir zərrə qədər təkəbbür olsa, bax burada oturanlara deyirəm, özüm qarışıq, cənnətə girənməyəcək. Cənnətdə təkəbbürlərin yeri yoxdur. Bəs neynəyək? Ya özün təmizlə, ya qəbirdə təmizlənəcəksən əzabla, ya cəhənnəmdə təmizlənəcəksən əzabla, təmizlən. Zəhmət çək təmizlən. Zəhmət çək zərrəsini ürəyində qoyma qalsın. Ayaqqabının bağının başqasının ayaqqabısının bağından üstün olmağına fəxr eləmə. Hədislərdə var bunlar. Zəhmət çək biraz. Mən çətinlikdən danışıram ki, çətinliyi görəsiz, görək. Gedək bu gecə sığınaq Allaha. Deyək ki, sən gələrsən bu işin öhdəsindən, mənlik deyil. Onda iş asanlaşacaq. Asandır demək o mənada yox ki, dəyərsizdir. Yox, çətindir, asanlaşdırmaq o halda mümkündür ki, çətinliyini başa düşəsən, deyəsən, zərrə qədər təkəbbür ürəkdə olmasın gərək cənnətə gedəsən, onda mən batdım, mən bacarmayacağam. Bəs neyniyim? Gəlirəm sənin yanıma, sənin qüdrətin çatar, bəli, mən sənə təslim elədim özümü. Ürəyimi təmizlə, onda olur asan. Onu görürsən ki, başlayır sənin üçün hər şey xeyri və cərəyan eləməyə. Dinin qiyməti çox yuxarıdır. Dinin dəyərini bil, sonra din sənin üçün asan ola bilər. Biz dinin dəyərini bilmirik deyə günah eləmək bizə asan gəlir. Peyğəmbər, Həzrət Əli, İmam Hüseyin düşüb günahkarların dalıca. Biz elə bilirik, yalvarırlar bizə. Biz elə bilirik ki, din ortada qalıb. Din o qədər dəyərsizdir ki, bizim kimlərə gəlirlər ki, xahiş edirik, gəl də, day sən, minnət qoy bizə, gəl bu dinə. Biz belə başa düşürük. Sənə dəyər verib dalınca düşür. Sənə qiymət verir, səni çox istədiyindəndir. Allah dəyərsiz olsaydı, nəuzubillah, əstəğfirullah, ibadətə layiq olmazdı. Allah ona görə ibadətə layiqdir ki, çox qiymətlidir, çox dəyərlidir. Din çox qiymətlidir, eyni zamanda səni çox sevirlər, məsumlar. İsrarla çağırırlar. Amma buna layiq olmalısan. İndi biri deyər ki, sən bu sözləri danışırsan, cəmaat dindən qaçar. Cəmaat dindən qaçar, deyər çətindir. Bəli, təkəbbürlülər qaçar, onsuz da qaçırlar. Amma səfalı adamlar deyər ki, bu dində naz çəkmək var. Məşuqun nazını çəkmək var, hazıram naz çəkməyə. Hansı dünyada aşiq var ki, məşuqun nazını çəkmədən, yanıb yaxılmadan nəsə əldə eləyə bilib. Eşqin gözəlliyi bundadır ki, onun nazını çəkəsən də, elə deyil. İstənilən aşiq yola çıxan insan gərək məşuqunun nazını çəkməklə nəsə əldə eləsin, harasa çatsın. Aşiqin məşğuliyyəti Allahın nazını çəkməkdir. Özünü tərbiyə budur, bax. Gəlir özünü tərbiyə mövzusunun
lap məğzinə. Gərək sənin içində təkəbbür tam ərisin, yox olsun. Odur ki, sənə deyir, yox, get, qəbul eləmirəm, qəbul eləmirəm, qəbul eləmirəm. Hey, belə deyirmişsiniz, niyə? Deyirsən ki, yox, mən səndən başqa qapı tanımıram. O qovsun, sən gələsən, o qovsun, sən gələsən, hər adama yol verməsin, ta sən əriyib təkəbbür içindən tam çıxsın ki, qəbul olunasan.